Yolunuz xeyir olsun. Aşot da gedib oturub, pişiyin adı Aşotdur. Düz oturub, Aşot uyuyatdır da, kameranın qabağında oturub. Yəni, nədən danışmaq istəyirəm? Bir yağ dedim, bir keçi var. Sifətindən baxırsan, mirdeşir yağır. Şveysariyada da, Şveysiyada da taksi şoförüdür. Taksi şoförü olmaq bir şey deyil, amma çörəyin qazanır. Burada bir çirkinlik yoxdur. Üstü belə özünü aparır ki, elə bir diplomatdır bu, limonu 2 kərəm qutarıb. Düdü oğlu düdü. Deyirsən hakimiyyət yoxdur Azərbaycanda, beysafçılıqdır, qayı işləmir, polis işləmir, prokuratura işləmir, müstəntiqlər işləmir, hər yer rüşvətdir. Bəs sən bir qeyriyyət oğlu, bir qeyriyyət. Burada olanda bunu deyirdin də. Necə olur ki, biz burada yaşayırıq, hər şey düzdür. Nəsə düz olmayanda çıxır cəmaat deyir, sözün deyir. Yəni ruslar deyir, svoboda slovo piçəti, bu var. Gəlib evdən heç kim aparmırlar ki, 37-ci ildir ki. Görürsən bu qıza görə nə qədər adam qalxır, hərə bir fikri izah edir. Elə sən orada öləcəksən it kimi. Ona görə ki, vətənə gələ bilmirsiniz axı. Sənə bənzər uğraşlar var. Qalibidir, nə bilim, Ruslanıdır, Muslanıdır. O qədər zirzibili var ki. Qaçan oradan politik olur. Sən orada it kimi öləcəksən, bastıracaqlar. Nə kəfən görəcəksən, nə mirdeşir görəcəksən. Sənin yuvan olmayacaq. Elə vankə kimi. Arxon poxlu dayı bağışlıyor. Basacaqlar kostyumla özdə, adına razı onda olurlar. Basacaqlar sənə qəbrin içinə, qroba, mafasız zatsız. Heç kimdə heç gəlib bir dənə Yasin də oxumayacaq. Nə Quran oxumayacaq. Bir dənə də xaç qoyacaqlar üstündən, bir dənə nömrə yazacaqlar. Heç bilinməyəcək kimdir burada. Get, görüba gör olasın. Kalan video atıblar mənə, göndərənlər sağ olsun, ancaq vallahi daha önce 2 dənə telefonda pamit yoxdur, silməkdən yorulmuşam. Lazım deyil. Baxdım, mən hamısına baxdım. Əsas onu göstərirsiniz ki, avariya olandan sonra, oğlan rəhmətə gedəndən sonra bu efirdə tanç oynayır. Bəli, baxdım onu. Bilmirəm, qabaq olub, sonra olub. Deyirsiniz ki, sonra olub. Deməli, bunda taksir var, özdə böyük taksirdir. Sən bilirsən ki, cəmaatın balası ölür. Çıxıb orada rəqsə niyə eləyirsən? Bunu da qoyduq bir qırağa. İndi cavandır, bəlkə qanmayıb, bəlkə eləməyib, bəlkə stres keçirdi. Görürəm ki, yazı yazırlar orada. Birinin anası nə bilim nədir, nə millətidir, o birisinin dədəsi kimdir, üçüncüsünün babası nə bilim kimlə işləyib, kimin nəyi olub. Bunların yeri var, bunun qanuna daxili var. Yəni demək istəyirsiniz ki, bunun babası güclü adamdır, bu kiminsə xahişi ilə kiməsə xahiş eləyib. Yox, elə şey olar. Məhkəmədir də bu. İndi bir dənə yuristə baxdım. Deyir, düzgün tutulmayıb o qız. Biz də bilirik düzgün tutulmayıb. Görə apellyasiya eləyir də, biz kimiyik bəyəm? Biz fikrimizi izah edə bilərik. Daha söz tapırlar qızın atası üçün. Bakılı deyib, Bakılı ləhcəsi ilə danışır. Bunlar qudurublar. Qudurub sənin neslin necabətin. Bu bir. İkincisi, mən Bakılı saya bilərəm özümü. Mənim babam köçüb Şamaxıdan bura. Ancaq mən gənə də nə Bakılıların üstünlüyünü görmüşəm, nə aşağılığın. Bakının torpağına qurban olum, suyuna qurban olum, havasına qurban olum. Mən Bakının çörəyi ilə böyümüşəm, Bakının suyunu içmişəm. Ancaq əslimi necabətimi itirən deyirəm, mən Şamaxılı balasıyam. Prosta motorum Bakı motorudur. Sənə ləhcə ilə nə işin var? Yəni, mən belə söhbətlərə nifrətlə yanaşıram. Mən üçün fərqi yoxdur, Allah and olsun. Şirvandır, nə bilim, Muğandır, Səlyandır, Lənkərandır, Astaradır. O hamısı bizim torpaqda, ana vətənimizdir də. Bəs oğlanlar getdi orada şəhid oldu, qanın tökdü, canını verdi. Talışı da, lezgisi də, yahudusu da, urusu da. Bu nə söhbət eləyirsiniz? Əyib deyir. Bakıların daşı belə ağırdı. Baxdım da baxdım, mən hər şeyə baxdım. Yəni, fikri natəmiz adamlardır. Qandığı qırafa yoxdur, elə girib burada nəsə ara qarışdırırlar. Bunu qoyduq bir qırağa. Dünən bir xanım mənə zəng edib, at çəkmirəm, əyib olar. Ki, bir neçə qadınıq, paltar vermişik satmağa, ya almaq istəmişik pul. Biri şuba verib, biri nə bilim en qədər qızıl satıb, həmin qadının ya yaşadığı adamdır, ərindən boşanıb, ya qardaşıdır, deyib ki, mən sənin qızıl işə düzəldəcəyəm, 7.000 biri verib, 5.000 biri verib, 100 biri verib, 300 biri verib, orada 25-30 minə yaxın summa var. Bəs
Vaqif müəllim dedim, müəllimdə görəm, direktor işləyir. Mənim nəyim müəllimdir? Mən şoferim. Dəllək də müəllim, şofer də müəllim, nə bilim, professor da müəllim. Belə şey olar elə. Çatana bəy müəllim demək olmaz. Nəysə, çox sağ olun, saydığınıza görə. Yardım eləyə bilərsiniz. Mənim bir uşaqlıq dostum var, elə mənimlə həmyaşlı bir sinifdə oxumuşum. Tanınmış vəkildir. Zəng elədim buna, dedi, vallahi qaqaş, qurban sənə, işim çoxdur, ancaq mən sənə vəkil verərəm. Mənim əlimin altında, yəni ştatımda vəkil var. Sonra zəng elədim, başqa bir məndən xeyli cavandı, ancaq o da qaqaşımızdır. Dedi, problem yoxdur əmin. Qoy nə qədər var orada səs yazıları, konum, video şeydə, mestapolojeni, video yazıları, hansı karta, hansı kartdan atılıb onun skript boşları. O yıxsın da bu screenshot zat falan. Öyle bir saat geçmişti, bir daha xanım orada yazdı ki, mənim xəbərim olmadan kim qrupa təzə adam qabul edib, o kimdir? Mənə bu yer elədi. Biraz da keçdi, gördüm öz aralarında, deyirlər ki, Mesutca o bilir, bu bilir. Necə olur, 5 nəfər, 6 nəfər qrupun içində o xanım bilir. Mənə də bir dənə naməlum nömrədən zəng elədi ki, sənə bu lazımdır, başımın yağrıdırsan. Əlimiz uzundur. Dedim, əlimiz uzundur, əlimizi qırarlar, hökumət var. Dünya dərəbəyliyi də gör ki. Neyse, naxadı bloka saldım, çıxdım orada. Yəni, siz 5 nəfərin içində bir şeyi gizlədə bilmirsinizsə, nə söhbət ola bilər burada? Yumurta var, yumurtanı sən sındıranda içindən qayğanaq çıxır. Saf yumurtadırsa. Qoqul-moqul çıxır uzaqbaşı. Qlazok çıxır. Ancaq yumurta içindən təbii üsulla sınanda içindən bir dənə cücə çıxır. Yəni nə olur? Cəmiyyətin içindən olur da. Qohumdan, əqrəbədən, dostdan, aşnadan. Pislik kimdən çıxır? Kim sənin sirrini bilir də. Yəni öz içinizdə siz pulu da almaq istəyirsiniz, 1000 dənə yerə də işləyirsiniz. Daha bağışlayın, nə var deyirəm. Tanımadığınız adama TikTok'dan tanımış, görmüş orada. Hər adama 7.000, 5.000 pulu vermişsiniz. Bilmirsiniz ki, bu zamanında heç kimə etibar yoxdur. Qardaş qardaşa pul atır İraq yaxşılardan. Yəni mənə məsləhət eləməmişdi o vaxtı. Görəm inciyib bir xanım, heç inciməyin yeri yoxdur. Mənə ağız açdınız, mən dedim kömək eləyərəm. Daha demədim ki, reklam eləyim bunu, ora zəng eləyim, bura xəbər eləyim. Elə içimizdədir də nə varsa. Biri dünən gəlib efirimə. 10 kərəm, 15 kərəm yazdı ki, qaldır, qaldır. Mən də nə bilim, görürəm dayı yazıb, haralıydı o, Qarabağlı, Fəriddir, nə doğraşınadır. Qaldırdım, qalxan kimi dedi ki, niyə Rusca danışırsınız? Dedim, burada bizdən başqa millətlər də var da, danışırıq da. Mən həmişə efirləri Rusca aparıram. Azərbaycanca yazanda, bu kanalda Azərbaycanca roliklar eləyirəm. Efir açanda Azərbaycanca açıram. Yəni o tərəf Ruscadır. Var yox, kimsə qadın nəsə dedi buna, var yox qoymadı qadında. Söydü, biyabırlədi. Axırı mən daha neyim, onu bloka saldım da aşağı saldım. Birazdan görürəm ki, səhər-səhər, əstəğfirullah. Yazıb mənə ki, dünən niyə qalxmadın efirimə? Var yox qoymadım, səndə söydüm. Sənin var yoxuvu da, nesil necabətivi də, ölüvü də, dirivi də. Mənə nə söymüsən efirdə? Deyir şəkilimi qoyub söydüm. Sənin neslivə qeydsin, ölülərə qeydsin. Mən qardeş eləyəndə öyrəm, prosto sən uğraşsan. Fərid Qarabağlıdır, nə idi? 6 ildir mən əl qatıb özümə deyirdim ki, bu televiziyadan biabırçılığı, çilpaq, milpağı yığışdırın, söyüşü yığışdırın. Bu nədir? Görüşürəm. Özdə yazır. 200 manat, nə bilim 100 manat, 50 manat. Studentlərə və yuxarı sinif uşaqlarına skitka var. Şəkillər göstərirlər, ağzına gələni göstərirlər, hay, huy, səslər çıxardırlar. Şükür Allaha, şükürlər olsun Rəbbim ki, bunu eşitdilər, qanun işləyir. Yəni bunun axırı nə olacaqdı? Bir rüsvay cihan olmuşuq, bəlkə də. Neyse, biraz spontan danışdım. Allah'ımızdan razı olsun, sağ olun.